Salam, hər vaxtınız xeyir, hörmətli baxıcılar, izləyicilər. Mən Toz rayon təşkilatının sədri Ramiz Həsənov. Bu çəkilişi Qəhrəman parkında edirəm. Burada köhnə ağaçları ləğv edir, yerinə yeni ağaçlar əkmək fikrindədirlər. Bəli, bu da gördüyünüz hafta yaxşı təmir işlər gedir. Gözəl yüksək təmir işlər gedir. Bu park yenilənir demək olar. Bütün parka asfalt örtülməsindən də yenidən daşlar və səklə bariyerlərin şəkili ilə hamısı o da Qəhrəmanlar parkındadır. Gördüyünüz böyle bizim Toz Qəhrəman parkındadır. Güclü təmir işlər gedir. Hörmətli Toz rayon təşkilat sədri Ramiz Həsənov.